Mama. Ayma. Mama, Çünki peşman sözündə i hərfi var, yoxsa i-sizdir? İyisizdir. Lövhədə yaz. Nə bilirsən Aymış ki? Peşman, i var yox. Məntiqlidir. Peşman deyirik. Peşman da. Gəl yaxşı lövhədə yaz. Bax Atabey. Peşman sözündə i yoxdur yazılışda. Hə. Peşman yazırıq, amma tələffüz eləyəndə bəzən biz peşiman deyirik. Bax bir dənə mahnı var, orada da peşiman deyir. Eşidirsən mahnını, bilirsən? Yalan demə, hardan bilirsən? Yalan demirəm. İstəyirsən oxuyum. Oxuyum. Nə bilim, yəni sən o elə retro mahnılara qulaq asırsan mı? Və oxuyum. Hadi görüm hansı mahnıdır. Peşman olsam da axtarma məni, odlanıb yansam da axtarma məni. Hə, yaxşı, bilirsən. Yansam deyil, yansamdır. Peşiman olsan da axtarma məni, odlanıb yansan da axtarma məni. Peşiman deyirik. Amma peşman yazırıq. Amma yadında saxla, pərişanı i ilə yazırıq. Hə. Pərişan i ilə yazılır, peşiman i-siz yazılır. Bunu yadında saxla. Bax, özüdəki an qafiyə təşkil edirlər də, peşman, pərişan. Yəni, peşman i-sizdir, pərişan i-ləndir. Belə yadında saxla. Başa düşdün indi?